Salam əziz müdavimlər, gəlin günün suallarının izahına baxaq. Bu suallar sabit cərəyan qanunlarına aiddir. Deməli bizə nə deyir sualda? Deyir şəkildəki elektrik dövrəsində mənbədən çıxan cərəyanın neçə amper olduğunu təyin edin. Mənbənin daxili müqaviməti nəzərə alınmır. Biz deməli mənbədən çıxan cərəyanın neçə amper olduğunu təyin etmək üçün birinci dövrədəki müqavimətləri, ümumi müqaviməti daha doğrusu bilməliyik. Gəlin mənbənin hər bir qütbünü bir hərflə adlandıraq. Məsələn, müsbət qütbünə deyək A, mənfi qütbə deyək B. Deməli, hər bir üçlü nöqtələri qeyd eləyək. Deməli, bir üçlü nöqtə burada var. Bir üçlü nöqtə də deməli burada var. Deməli, üçlü nöqtələri qeyd edəndən sonra artıq biz baxmalıyıq, görək hərf dəyişirmi? Əgər hərf dəyişirsə, hərf necə dəyişir? Əgər həmin o hərfin qarşısına, məsələn, burada B-dirsə, burada üçlü nöqtədə də olan hissədə hərf olacaq B və gəlir. Bura A-dırsa, A gəlir hələ. Deməli, qarşısına bir dənə nə çıxır? Bir dənə burada rezistor çıxır. Rezistor çıxırsa, deməli, hərf dəyişəcək. Qarşısına hər hansı bir rezistor çıxsa, yəni bir maneə çıxsa, deməli, hərf o anda dəyişir. Burada olacaq, həmin bu üçlü nöqtədə olacaq hərf, deyək ki, C hərfi. Deməli, mənim onda həm A, həm B, həm də C nöqtələri arasındakı ümumi müqaviməti tapmalıyam. Gəlin tapaq ümumi müqaviməti. Nöqtələri qeyd edək. A nöqtəsi başlanğıc A-dır. Cərəyan bilirik ki, müsbətdən mənfiyə doğru axır. Son olacaq B, ortada da bizdə var C. İndi baxırıq, A ilə C-nin arasında. A ilə C-nin arasında nə var? Baxın, A ilə C-nin arasında var bir dənə 4 ohmluq müqavimət. Burada qeyd edirik. Deməli, A ilə C-nin arasında bir dənə 4 ohmluq müqavimət var. Buna yazırıq 4 ohm. Sonra baxırıq. C ilə B ilə C-nin arasında və yaxud C ilə B-nin arasında. C ilə B-nin arasında bunun üzərindən xətt çəkirik ki, qarışmasın da, yadımızdan çıxmasın. C ilə B-nin arasında isə 2 dənə 8 ohmluq müqavimət var. Bunlar necə birləşib bir-birinə? Ardıcıl. Deməli, biri burada, biri də burada. C ilə B-nin arasında 2 dənə 8 ohmluq müqavimət var. Bir də təkrar baxırıq. Bir də C ilə B-nin arasında yenə 2 dənə ardıcıl müqavimət var. Biri 12 ohmluq, digəri isə 4 ohmluq. Bunları da qeyd edirik. Deməli, 12 ohmluq və 4 ohmluq müqavimət var. Və mənim dövrəm, baxın, belə bir sadə dövrə alındı. İndi mən burada baxıram. Bu müqavimətlər ardıcıl birləşdiyi üçün burada ümumi müqavimət nə qədər olur? Olur 16. Bu 12 ilə də 4 ardıcıl birləşdiyi üçün burada da olur ümumi müqavimət 16. Bu 16 ilə 16 da bir-birinə paralel birləşdiyi üçün ümumi müqaviməti nə qədər olur? Eyni olduğu üçün yarısı olur da, düzdürmü? Yəni 16 bölünsün 2. 16 bölünsün 2-dən olur 8. Son yekun olaraq A ilə B-nin arasında mənə baxın, belə bir müqavimət qalır. 4 ohmluq burada var və 8 ohmluq burada var. Deməli, bunlar da ardıcıl olduğu üçün ümumi müqavimətim son yekun olaraq nə qədər olur? 12 ohm. Mən indi dövrədən cərəyanı tapmaq üçün nə yazmalıyam? I bərabərdir. U bölünsün R. Deməli, mənbənin gərginliyi 48-dir. 48 bölünsün 12. Buradan da alıram ki, bu nə qədərdir? 4 amperdir. Cavab olur D variantı. Baxaq növbəti suala. Deməli, şəkildəki elektrik dövrəsində mənbənin gərginliyi 44 voltdur, ampermetrin göstərişi isə 4 amperdir. Buna əsasən voltmetrin göstərişini təyin edin. Deməli, bizim mənbədə ümumiyyətlə ampermetrin göstərişi bizə verilib, yəni artıq bu I bizə verilib. Deməli, I bizə verilib, bu I-dir. Deməli, epsilon bizə verilib, artıq bu mənbənin, yəni epsilon qiyməti var. Bizə voltmetrin göstərişini təyin etmək qalır. Voltmetrin göstərişini biz necə təyin edərik? Biz voltmetrin göstərişini təyin etmək üçün birinci mənbənin daxili müqavimətini tapmalıyıq. Daxili müqaviməti də necə taparıq?
bilirik tam dövrə üçün ohm qanunu düsturundan istifadə edərək daxili müqaviməti taparıq. Deməli, cərəyan bizə verilib 4, epsilonun qiyməti 44-dür. Erin xarici müqavimətin qiyməti 10-dur və daxili müqavimət. Buradan biz belə bir ifadə alırıq. Bunlar ixtisar getsə, burada qalır 1, burada qalır 11, onda belə olur. 10 üzərinə gəlinsin, er bərabərdir 11-ə, er də bərabərdir 1 ohm. Artıq mən tapdım xarici müqaviməti. İndi mən gərginliyi tapmalıyam. Gərginliyin belə bir ifadəsi var. Əslində, baxın, o ifadə buradan çıxır. Biz buradan epsilonu tapsaq belə yazırıq. I, üzərinə gəlinsin. I, kiçik r. Burada baxın, bu i, ifadəsinə bir u deyirik. Ona görə də epsilon ifadəsi olur. Epsilon bərabərdir u üzərinə gəlinsin i, Düstur bu şəkildədir. Onu da tapsam buradan u bərabərdir epsilon çıxılsın i, olur. Gətirib bu qiymətdə verilənlərin bütün qiymətini orada yazsam, yəni o kəmiyyətlərin qiymətini yazsam, mən onun nə qədər olduğunu tapa bilərəm. Epsilonun qiyməti 44 idi. Cərəyan da bizə 4 amper verilib və daxili müqavimət də tapdım 1 ohmdur. Deməli 44-dən də 4 çıxsam alıram 40 volt. Cavab olur C variantı. Baxaq növbəti suala. Növbəti sualda bizə deyilir ki, şəkildəki elektrik dövrəsində V1 voltmetrinin göstərişi 32 voltdur. Deməli, V1 voltmetrinin göstərişi 32 voltdur. Gəlin onu yazaq, üzərində qeyd edək. 32 volt. İndi buna əsasən deyir V2 voltmetrinin göstərişini təyin edin. Yəni biz bunu təyin etməliyik, bunu bilmirik. Gəlin təyin edək. Ümumiyyətlə, biz burada nəyi nəzərə almalıyıq? Baxın, bunu bir neçə üsulla həll edə bilərik. Mən ən sadə üsulu demək istəyirəm. Biz mənbədən çıxan cərəyan necə hərəkət edir? Bilirik ki, cərəyan müsbətdən gəlir mənfiyə, düzdürmü? İndi cərəyan buradan gedirsə, baxın, buradakı 12 ohmluq rezistorun üzərindəki də cərəyan deyək ki, bir idi. 4 ohmluq cərəyan da bir idi. 6 ohmluq da bir idi. Niyə? Çünki bu rezistorlar bir-birinə ardıcıl olaraq birləşmişdir və ardıcıl birləşmədə cərəyan necədir? Cərəyan bir-birinə bərabərdir. Cərəyan bərabərdirsə, cərəyan da I bərabərdir. U bölünsün R-dir. Və mən buradan R-i tapsam, R də bərabərdir U bölünsün I. I sabitdir. Yəni cərəyan sabitdirsə, onda deməli U R-lə necə asılıdır? Düz asılıdır. Aha, bunu tapdım. Əla. Deməli cərəyan, daha doğrusu R müqaviməti gəlin baxaq. İndi baxın, bu V2 voltmetri, daha doğrusu V1 voltmetri bu hissədən bu hissəyə qədər olan gərginliyi ölçür. Yəni bu artıq 12 ohm və 4 ohm naqilin gərginliyini ölçür. Ona görə bunlar da ardıcıl birləşdiyi üçün burada nə qədərdir? 16 ohm. 16 ohm. 16 ohm. Deməli nə var? Müqavimət var. Digər hissəyə baxaq. V2 voltmetri isə baxın, həm 4 ohmluq, həm də 6 ohmluq naqillərin, yəni bu rezistorların gərginliyini ölçür. Ona görə də burada da ümumi müqaviməti nə qədər olur? Olur 10 ohm. 10 ohm. Deməli, biz də nə demişdik? Demişdik ki, müqavimət gərginliklə necə asılıdır? Düz asılıdır. Deməli, onda U1-in U2-yə nisbəti R1-in R2-yə nisbətinə bərabərdir. U2-ni tapsam buradan, U2 tapanda U1 vurulsun R2 bölünsün R1. Gətirək qiymətləri yazaq, yerinə hesablayaq. U1 32-dir. R2 nə qədərdir? 10-dur. Bəs R1 nə qədərdir? R1 də 16-dır. 16 ilə 32 ixtisar gedir. Qalır 2. Biz buradan da alırıq ki, bu nə qədərdir? U2-dəki, yəni V2 gərginliyi, voltmetri, daha doğrusu V2 voltmetrinin göstərişi 20 voltdur. Cavab olur C variantı.